Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara, ağalara, xanımlara salam ərz edirəm. Allahdan çoxlu, bollu şakirəm ki, bizə belə bir fürsəti yaradıbdır. Bu məna süfrəsində əyləşib, selamun aleyküm, Mevlana'nın söhbətlərindən, Məsnəvidən, Türk müsəlmanların milli irfanından dadırıq, yararlanırıq, bəhrə aparırıq. Bizim bu cələsədə bir əziz qonağımız vardı, Almandan, Kanadadan təşrif gətiriblər, ay Döktür Bəhrami Yəhyəvi. Yol bir dertli, ondan sonra bir axtaran bir insan ki, öz kimliyini düşüb axtarır. Qarabağ mahalından, Azərbaycan mahalından. Ona görə ona da biz salam ərz edirik. Çox xoş gəlibsiniz, ay Döktür. Biz bu cələsədə İmaduddin Nəsimidən bir qəzəl ilə başlayacağıq. Yenə Türk müsəlmanların milli irfanının fəlsəfəsindən bir qıssaca danışacağıq. Yəni sizə deyəcək ki, bu milli irfan niyə tərh olmalıdır, niyə bunun dalısını tutmalıyıq? Bu milli irfanın qaynaqlarından da, usturələrindən, bəzi özəl kələmələrindən ki, bu irfanda işlənir, ondan da bir danışıq aparacağıq. Sonra Məsnəviyə gəlib o nəsraniləri öldürən şahın nağılın ardısını, qalarını tutacağıq, beytləri oxuyub türkücə şərh edəcəyik. Sonunda Şəms-i divanından bir qəzəl ilə, yenə Şəms ilə bağlı oxuyacağıq, türkücə çalışacağıq ki, onu şərh edək və cələsəmizin sonu sizin nəzərləriniz, sizin suallarınız olacaqdır ki, sizdən eşidəcək. Bu qəzəli ki, mən istəyirəm Nəsimidən oxuyan çox bir mütəali bir qəzəldir. Yəni elə belə nəzərə gəlir, belə zənnə gəlir ki, Nəsimi burada vesalı ya yetişməli dadır, hiss eləyir. Deyir ki, səqahum Rəbbuhum xəmri dodağın kəvsərindəndir. Bu Qur'an ibarətdə də işlədir. Bu meydən içənin noğlu hədisin şəkərindəndir. Səba meşkin dəmindən kim müəttər qılmış afaqi, müəmbər zülfi por çinin əbir o əmbərindəndir. Əgər ki, əhl-i təvhidə saçın həblül mətin oldu, həblül mətin. Və ətəsimu və həblillahi cəmiən və la təfərrəqu, həblül mətin oldu. Səvadul vəc fiddarayn, anın sovdalarındəndir. Dəm-i İsa kimin nütqün dirildir cansız əşyanı. Bu möcüz canfəza ləəlin müfərrəh cövhərindəndir. Qiyamət qopdu hüsnündən, çalındı, sur həşr oldu. Bu qoğalar ki yayılmış, anın şur o şərindəndir. Behiştin əsvədül əyni, ki hurul əyn durur adı, yazılmış xəlqə bir ayət, cəmalın dəftərindəndir. Fəqih, ey əhsən-i surət, səni məscud əgər bilməz,
bu asi div məlunun xətası rəhbərindəndir. Belə bir nəqd, belə bir tənqid Türk müsəlmanların milli irfanında fəqihlərə ki, dinin qabığına, təhcə qeşrinə dayanırdılar, mənanı dadanmırdılar, görsənir. Ona görə Nəsimi də belə bir tənələri vurur. Mevlana'ya da baxsaz, Mevlana da deyirdi ki, an tərəf ki eşq mi افزود درد Bu Hənifə və Şafii dərsinə kərd. Bu Hənifə və Şafii həman o fəqihlərin demək olar başçılarından sayılırdı ki, Mevlana da o cür bir təriz vururdu ki, fəqih eşqi sevməyi heç vaxt tanımayacaqdır. Fəqih ey əhsən surət səni məscud əgər bilməz, bu asi div məlunun xətası rəhbərindəndir. An tərəf ki eşq mi افزود درد Bu Hənifə və Şafii dərsinə کرد. آزمودم مرگ من در زندگی است چون رهم زین زندگی پایندگی است. اقتلونی اقتلونی یا ثقات ان فی قتلی حیاتا فی حیات. Ki Mevlana Məsnəvidə bunu neyniyir, gətirir. Üzündür qul huvər-Rəhman, saçındır əlləməl Qur'an. Əcəb şol canların canı, nə kanın gövhərindir. Cəhanın mehnəti çoxdur, anın dərdi sərindən keç. Kim iraq oldu həqdən, anın dərdi sərindəndir. Nəsimi Masivəllahdan kəsildi, dilbəri buldu. Masivəllahdan kəsildi, dilbəri tapdı, məhbubu tapdı. Nəsimi neynəsin? Çün kim inayət dilbərindəndir. Axı inayət üstdən olmasa, aşağıda bizim çabalamağımız, çırpınmağımız da bir yerə çatmayacaqdır. O inayəti də biz istəməliyik. Əzizlər, biz milli irfandan niyə danışmalıyıq? Bu milli irfana bizim milli fəlsəfəmiz yol açır. Yəni, əgər biz istəyəsək bir qıssaca desək ki, fəlsəfə ilə irfanın fərqi harda ola bilər, demək olar ki, fəlsəfə bir şeyin məfhumlarını çalışır ki, tanısın. Bir dənə şeyin, bir dənə bir zadın, bir vücudun, hər nəyin çalışır ki, ona qavramlar yaratsın, məfhumlar yaratsın. Onu, məfhumları yaratmaqca onu neynəsin? Tanısın. Demək olar, fəlsəfənin ən böyük risaləti, ən böyük görəvi istilahlar yaratmaq və məfhumları teorizə eləməkdir, çərçəbəyə salmaqdır. Amma irfan bir dənə şeyin məfhumu ilə işi yoxdur. Bir dənə şeyin, ya bir dənə zadın, ya bir dənə vücudun çatmağı ilə işi var. Deyim, mən ona istəyirəm çatam. Sən istəyirsən tanıyasan, mən istəyirəm neyniyəm? Ona çatam. Tanımaqla çatmaqda fərqi vardır. O, əgər tanımaqdır, bu irfan nə mənədir? Çatmaqdan danışır. Bu bir dənə cüzü istədim zehninizdə fəlsəfə ilə irfanın fərqini neyniyəm? Yaraldam. میفزاید در وسائط فلسفی از دلایل باز برعکسش صفی. گر دخان او را دلیل آتش است بی دخان ما را در این آتش خوش است. Məsnəvidə deyir. Mevlana deyir ki, əgər bir fəlsəfiyə ya bir filsufa bir tüstüdən bir oda çatmaq bir dəlil ola bilir, o tüstünü görən kimin çalışır duxana ya oda neynəsin, əl tapsın, onu tanısın. Biz odun içindəyik. Ger duxan او را دلیل آتش است بی دخان ما را در این آتش nədir? Xoş است. Biz odun içində. Ona görə orada tanımaq var, orada epistemə var. Burada nə mənə var? Burada çatmaq var, burada suluk var, burada hərəkət var, burada bir müsahibət var. Bunların nədir? Metodolojiləri bir-birləri ilə fərqli olur. Əzizlərimiz, biz o zaman ki milli fəlsəfəyə əl tapmasaq, milli irfana əl tapmasaq,
milli hikmətə əl tapmasaq, biz elə sömürcəlikdə, bərdəlikdə yaşamalıyıq. Biz niyə istəyirik bunları əl tapaq? Sömürcəlikdən, bərdəlikdən ya həman müstəmərə olmaqdan neynirik istəyirik qurtulaq. Kimsə desə ki, bu aləmdə istimar ya sömürcəlik qurtulubdur və davam eləmir, bu bir tərsə düşüncədir, bu bir sadəlikdir. Hələ bu aləmdə bu davam edir. İcazə verin, mən sizə bir dənə örnək verim. Ələn bu dəqiqə ki, mən sizinlə danışıram, Fransanın 2636 ton qızılı vardı. 2636 ton altın ya qızılı var ki, bunun zəxirəsidir da. Demək olar, altınları yığıbdır, bu pulunu inibdir, gücləndiribdir. Amma Fransanın bir dənə qızıl mədəni yoxdur. Qızıl mədəni yoxdur. Amma Afrikada Mali ölkəsi 860 dənə bunun qızıl mədəni var, altın mədəni var. 50 ton qızıl neyniyir? İldə bu neyni istehsal edir, bunu tövlid edir. Amma bunun 1 kilo altın zəxirəsi yoxdur. Saxlayanmayıbdır. Niyə? Çünki Mali Fransanın müstəmirəsidir. Müstəmirə bir şey saxlaya bilənməz. O saxlayacaqdır orada. Pəs ona görə bu müstəmərəçilik ya sömürcəçilik var. Bizim ölkəmizdə də var. Siz baxsaz görürsünüz ki, Azərbaycan ölkəsi ya Türk ölkələri, Qəşqailəri tut, Xələcləri tut, Xorasanda tut, bunlar yerdə, topraqda, göydə, suda, coğrafiyada ən gözəl mədənlərə malikdirlər. Mədəni süngünü də görsəz. Baxırsınız, görürsünüz ki, bunun pulu heç vaxt bizim coğrafiyada, Azərbaycanda işlənmir, bahlərdə işlənmir. Hamısı Kirman, İsfahan ya o cür yerdə var. Yəni, istəyirəm sizə bunu çatdıram ki, biz hələ türklər, demək olar, Qacar dönəmindən bu tərəfə biz gəldik, sömürcəçiliyə boyun qoyduq. Biz bərdə olduq. Yəni, var yoxumuz, hər nəyimiz var, əlimizdən getdi və əlimizdən alırlar, aparırlar. Niyə? Çünki biz milli fəlsəfiyə malik dəyirik, milli hikmətə malik dəyirik, milli irfana malik dəyirik. Bizim davranmağımız da fərqli olur onlarla. Siz baxsaz, mən ikinci örnəyi də istəyirəm, tarixdən verəm sizə. Mən istəyirəm deyəm ki, biz onlarla fərqli olmuşuq. Hətta fəth ediləyəndə fərqli olmuşuq. Bizim toleransimız və təsamuhlarımız, təsahüllarımız da fərqli olubdur. 1453-də Sultan Muhammed Fatih Qustantiniyanı fəth edir. Mühasirə edir, fəth edir. Bu Qustantiniyanı fəth edən kimi dəstur verir ki, bütün məsihilər azad olsunlar. Hər kəs öz dinində eləyə bilir, dinini saxlasın və neynəsin? Dinində qalsın. Yəhudilər də, məsihilər. Yəni bizim fəthimiz, yəni biz ki deyirəm, yəni Türk dünyasının fəthi tarixdə belə olub. Özgə dinlərə, özgə dillərə bu icazəni, ruxsəti verib ki, onlar yaşayış eləsinlər. Amma məsihilər 1099-da Beytül-Müqəddəsin eynirlər, mühasirəyə çəkilir, əhatiyyə salırlar. Oranı fəth edirlər. Fəth eləyən kimin dəstur verirlər, bütün müsəlmanları, bütün yəhudilərin hamısını qılıçdan keçirsinlər, qanlar tökürlər. Ona görə biz onlarla fərqliyik. Niyə? Çünki onların fəlsəfələri fərqlidir, onların irfanları fərqlidir, onların görevləri, düşüncələri fərqlidir. Bizim də düşüncəmiz belə fərqlidir. Ona görə biz bu milli, demək olar, irfanı tərh eləməkdə bütün çalışmamız budur ki, bir ağır şubiyə-i farsiyə, məcusiyə, hindinin düşüncəsindən qurtulmaqdır. Çünki onlar bir təsəvvüf yayırlar bizim içimizdə.
Bizim içimizdə bir para toplumlara aparırlar qabağa ki, o bizim əxlaqiyyatımızda təsir bağışlayır. Biz o əxlaqiyyata malik deyilik, biz onu istəmirik. İcazə versəz, üçüncü örneği də mən bu cür bir sizə verim, baxın, görün nə mənədir. Bizim bir dənə kitabımız vardı, Təlbis-i İblis adında, İbn Cevzi'dən, Aydötür onu tanıyar. İbn Cevzi bir dənə böyük alim və mütəfəkkirdir. Gəlir bu kitabda sabiilərə, məcusilərə, zahidlərə, sufilərə, bunların hamısına bir para tərizlər və tənqidlər verir. O cümlədən şubiye farsi məcusinin təsəvvufuna da burada bir tənqidlər vardı. Mən onu istəyirəm sizə ərəbisini orada oxuyam, çünki kitab ərəbcədədir. Türkcədə neyniyəm sizə tərcümə eləyəm. Deyir ki, bunların təsəvvufları belədirlər. Bunlar o təsəvvufa girəndə, bunlar kanu yəğselûne vücuhəhum bebûlil bəqər. Bunlar üzlərini inəyin peşavı ilə yuyurdular. Yəni bunu bir növ özlərinə bir növ mədaric irfani və təsəvvufu bilirdilər. Təbərrükən bihi, mütəbərrik olarlar ondan. İzâ kânə ətiqən kânə əksərə bərəkətən. Əgər bu peşav köhnə olsaydı, qalmış olsaydı, hələ bunun bərəkəti çox-çoxudur. Yəni təbərrükü və qudsallığı çox-çoxudur. Yəstəhillûnə furucəl ümməhət. Analarını özlərinə mübah bilərdilər. Öz analarını onlarla amiziş eləməkləri, mücalisəti der vaqa, ya müaniqəti, müqaribəti nə mənaydı özlərinə həlal bilərdilər. Bunların ərləri öləndə, analarının ərləri öləndə, qalu əl-ibnu əhra bi təskin şəhvət ummihi. Deyirlər ki, böyük uşaq çox layiqdir, şaistədir ki, gedə bu ana ilə evlənə və ananın şəhvətini söndürsün. Bunların zaddan da gəlib, bunların əsərlərindədir. İzâ mətəz zövc fə ibnuhu əvlâ bil mərə. O qadın ölsə, nə mənədir? Onun oğlu çox layiqdir ki, o ananı neynəsin, alsın. Fə in ləm yəkun ləhu ibnu. Əgər bunun oğlu olmasaydı bu qadının, neynəməli idilər? İktərə rəculən min malil məyyit. İktərə kirayədən gəlir, iftala gelibdir, kər ya kirayə. Deyib bunlar gedirdilər, o ölünün malından bir kişi tuturdular, icarə edirdilər, kirayə edirdilər o kişini. Yəcizunə lirrəcul, icazə verdilər o kişiyə. Ən yətəzəvvəc. Ki o xanımla, o qadınla neynəsin? Getsin, evlənsin. Bir yol, nə mənəydi? Da bir para şeylər var ki, mən özüm yəni bu cəmdən utanıram ki, deyəm ki, məsələn, xanım ki, adət olurdu və bu adətdən təmizlənmək üçün gərək gedəydi mubidin yanına, o atəş şədələrdə mubidlər nə işlər görərdilər. Mən bu cəmdən üzrxahlıq eləyirəm, neynirəm, onları sizin üçün oxumuram. Əzizlər, görürsünüz bu növ düşüncə, bu növ rəzilət der vaqa təsəvvuf şubi farsi məcusidədir. Vəli bizim irfanımızda çün təali nəfsə demək olar, istəyir çatsın, bir növ təhqir nəfs heç vaxt siz bunda görmüsünüz. Əxlaqiyyat bunun istihsalındandır, bunun amaclarındandır, bunun çıxmaqlarındandır. Bir insanın qabağında əyilmə yoxdur, özü təhqir eləyəsən. Hətta səlamlarında da baxsaz, əllərini qoyurlar ürəklərinə, şəstinə salam verirlər, əyilmə ki, birinə neynəsin, təhqir eləsin, birinin əlindən, qıçından ya ətəyindən öpüb, belə şeylər nə mənədir, siz bunda görmüsünüz. Bu irfan, yəni milli irfan gəlir idarəçilikdə də özünü göstərir. Yəni hakimiyyətdə də özünü göstərir. Yəni türk müsəlmanların milli irfanın içindən çıxanda siz görürsünüz ki, irfani və hekmi şahlar çıxır ki, neyniyirlər? Hekmətə qail olurlar, irfana qail olurlar. Mən keçmiş hissədə sizə Müzəffərəddin Şahdan misal çəkdim. Bu dəfə istəyirəm sizə Muhammed Şahı Qacar Təbrizidən misal çəkəm, görəsiz. Bilirsiniz, Muhammed Şahı Qacar Təbrizi demək olar, 3-cü Qacarın şahı olur.
Muhammed xandan sonra, Fətəli Şahdan sonra Muhammed Şah Qacar Təbrizi olur. Əgər Fətəli Şah önəmində və dönəmində mallalar və ruhanilər iş üstədilər və böyük qüdrət sahibidirlər, müştehidlər ağır, kəsərli fitvalar verirlər hər nəyə. Muhammed Şah Qacar Təbrizi gəlir bu vərağı neynir, çöndərir. Yəni bu adam gəlir ruhanilərin öz caygahlarını verir ona, öz yerlərini verir, həkimləri və filsufları iş üstünə çatdırır. Yəni onun dönəmində siz baxsaz görürsünüz ki, həkimlər, ariflər çoxlu nədirlər, iş üstündədirlər. Bunun bir dənə vəziri vardı, Mirzə Ağası adında. Özünə görə bir dənə böyük həkimdir. Bu bilirsiniz də Muhammed Şah Qacar Təbrizi Abbas Mirzanın uşağı olurdu. Gətirdilər iş üstünə də dərvaq. Bu adam çox sadə yaşayan, mal dünyasına təvəccüh eləməyən, bu adamın mutlaqən hərəm-sərası olmayan bir şah, faxir paltar giyməyən, milli paltarı giyən bu bir adamıdır. Dərviş xislət bir insanıdır. Ona görə bunun bu dərviş xislətliyi baisi olurdu ki, bir para şahzadələr buna qalxsınlar bunun əleyhinə ki, bu nə işdir sən görürsən? Sən elə bir vərağı çöndərdin, həkimləri, arifləri istəyirsən, iş üstünə çatdırasan. 1886-da Konolel Estevart, bir dənə ingilisli əfsərdir, gəlir deyir ki, mən o dövrədə bu ölkədə, yəni həman məmalik-i Məhrusə-i Qacarda bir fikirdə özgürlük, bir azadlıq gördüm ki, Avropada belə bir şey görməmişdim. Yəni azadiyə bəyan demək olar həman hədsiz, hesabsız idi. Hər nə firqə, hər nə taifi fikri ki varmış orada eləyə bilirlər. Çox rahatçılıqla neynəsinlər, fikirlərini yaysınlar. Bu sözləri ki danışıram sizə, təqribən 200 il bundan qabaq Təbrizin fəzai fikrisindən sizə danışıram da. Muhammed Şah Qacar Təbrizi hələ Tehrana getməyib ki, Tehranı fəth eləsin. Xub, bu adam dəstur verir ki, Şeyx Məhmud Şəbistərinin məzarını neynəsinlər, müzəyyən eləsinlər. Mirzə Ağası ki, bunun sədr-əzəmidir, dəstur verir ki, Məşədin toliyyətini versinlər Hacı Abdullah Xoyyə. Hacı Abdullah Xoy da bir dənə həkim, bir dənə arif məslək bir insandır ki, elə ki gedir Məşədə o toliyyəti alır öhdəsinə, orada mallalar, ruhanilər toğta eləyirlər bunun əleyhinə və neynirlər onu orada öldürürlər. Yəni Məşəd bu düşüncəni daşıyanmır hələ. Muhammed Şah Qacar Təbrizi ən birinci şahlardan olur ki, rəsmi məzhəbi hakimiyyətə çatdırmır. Demir ki, mən rəsmi məzhəbə burada önəm verirəm. Məzhəblər hakimiyyətdə azad olurlar. Hakimiyyətin ürfləşməyinə, sekularlaşmağına Muhammed Şah Qacar Təbrizi çox dəstək verir. O əsasda deyirlər ki, əgər Fətəli Şah zamanı təfəul var idi, yəni falçılıq var idi, Muhammed Şah Qacar Təbrizidə təəqqül gəlir, təfəulun yerinə oturur. Rasyonalitə gəlir, oturur hakimiyyətdə. Xob. O dövrədə, həkimlər ki o dövrədə var idilər, Volteri tanıymışlar Fransada. Həman Volteri ki Fransada keşişlərin əleyhinə qalxmışdı, Luteri ki Almanda keşişlərin əleyhinə qalxmışdı. Bunlar Volteri ilə tanışmışlar, onun düşüncəsi ilə tanışmışlar və deyirdilər ki, o bir böyük insandır, Volter. Muhammed Şah Qacar Təbrizi azadlıq, dinlərin bərabərliyinin mənşurunu yazır və imzalayır. Əgər Fətəli Şah zamanı Türkəmənçay müahidəsi bağlanır, o da buna görə idi ki, o zaman müştehidlər tez neynidilər, fitvalar verdilər ki, küffar ruslardılar, tez geçin onlarla savaşa. Bunlar əvəzin ki, fitva verirlər ki, Abbas Mirzə kimin adam ki, çox uçlu başlı idi, ordunu gəlsin, modern eləsin, ona fitva verərlər. Dalbadal tez fitvalar verdilər, kətdiləri, onun hələ məhsulu götürməmiş, gəlirlər, qoşurdular, orduya düşürdülər Rusla savaşa və Rus da neynidi, gəlirdi,
imtiyazlar alırdı, qələbə çalırdı və Türkmənçay demək olar Qacarın mahidələrindən gərək sayılmaya. Müctəhidlərin ki o zaman tez-bətez fitvaları əleyhi küffar sadir olurdu və bunlar ordunu təchiz eləməmişlər, gedirdilər orada sınırdılar, məğlub olurdular. Onlardan Türkmənçayı biz demək olar görməliyik. Biz baxırıq görürük ki, Muhammed Şah Qacar Təbrizi gəlir əqlaniyyəti yavaş-yavaş fitvanın yerində əyləşdirir. İmam Cümeyy İsfahan o zaman Tehrana gəlir, deyir ki, mən Yahudilərin əlindən burada şikayətim var. Bunlar kafirdirlər, bunların çörəklərini kəsməlisən. Fitva verirəm ki, bu tarixdən İsfahanda Yahudilərə çörək və su verilməsin. Buna aparırlar Muhammed Şah Qacar Təbrizin yanına. Muhammed Şah deyir ki, mən bu fitvanı rədd edirəm. Nə tənha demək olar, təhcə insana ki biz çörək verməliyik ki, heyvanların da suyunu, çörəyini biz kəsməməliyik. Belə bir onun qabağında neyniyir? Dayanır. Həman o zaman Seyyid Mehdi, İsfahanın İmam Cüməsi bu etiraz eləyir. Əbdüləzim də bəstə oturur orada. Deyir ki, etiraz edir, bundan heç işlər olmuşsa, sudan da təkən yemi neçə müddətdən sonra bu adam da orada ölür, gedir. Sonralıqda bir dənə əcib bir adam gəlir, İsfahanın İmam Cüməsi olur, Seyyid Baqir Şəfti adında. Bu adam 1843-də İsfahanın müştəhidiymiş. Məşədə tay indi Ələmül-Hudaya tay bir adammış bu adam. 2000 dükkanı varmış, o zamanki deyirlər. Bunu Humanatiq öz kitabında gətirir. Deyir ki, 400 dənə bunun karvansarası varmış. 3000 dənə bunun mozdur adamı varmış ki, əlvatlardan, qumarbazlardan, şərab içənlərdən. Hamısı yığmışdı dövrəsinə, hər zaman istəyirdi, tökürdü meydana, neydi, o səhnəni əlinə gətirirdi filan edirdi. Elə olur ki, bunlar çalışırlar ki, hətta Tehrana neynəsinlər, Muhammed Şahın Qacar əleyhinə neynəsinlər, totə eləsinlər ki, Muhammed Şah gəlir İsfahanı mühasirə eləyir, min müsibətlə eləyə bilir ki, İsfahanı bunun əlindən çıxartsın və neynəsin, o lotular, o dörvərində olan o mozdurlar neynirlər, oradan qaçırlar və nəhayətdə bu adam da tutulur filan olur. Muhammed Şah Qacar 1844-cü ildə edam hökmünü götürür. Siz baxın, görün ki, Cedal sünnət və modernitədə 200 il bundan qabaq Təbrizdə nə ittifaqlar düşübdür. Bir tərəfdən fitvalar gəlir ki, gərək edam hökmü olunsun. Bir tərəfdən Muhammed Şah Qacar Təbrizi gəlir, neyniyir? Deyir ki, edamı hökmünü mən götürəm. Şikəncə verməyi yasaqlandırır. Heç kimsəni şikəncə eləmək haqqı sizin yoxuyuzdur. O, Abbas Mirzanın islahatının davamçısı Muhammed Şah Qacar Təbrizi olur. Deyirlər ki, ordunu yeniləşdirməkdə, alış-veriş sektorunu, yəni həmin bəxşini genişləndirməkdə ən böyük şahlardan birisi olubdur, türk şahlardan birisi olubdur. Şura Məclisini, yeni qanunları Muhammed Əli Şah zamanında, yəni Muhammed Şah Qacar Təbrizi zamanında bunu eynir, fərmanını imzalayır. Dinin dövlətdən ayrılmasına Muhammed Şah Qacar Təbrizi dəstur verir. Türk tarixçilər deyirlər ki, Məşrutənin birinci fərmanları bu dövrədə yazılıbdır. Əgər Məşrutəni siz aparırsınız, Muhammed Əli Şah zamanını ya Müzəffərəddin Şah zamanını aparmayın. Aparın Muhammed Şah Qacar Təbrizi zamanına ki, onun mənşurlarını imzalanır. 1848-də həman bu Darayda olan Darülfünunu Muhammed Şah Qacar Təbrizi açır. 3 il ondan sonra Tehranda Darülfünun açılır və o ziyalı insanlar, o yetənəhli insanlar, yəni müstəhid insanlar gəlirlər orada dərs oxuyurlar, gəlirlər Avropaya və Avropanın neynirlər, düşüncələri ilə tanış olurlar. Bu, Muhammed Şah Qacar Təbrizinin son dəsturu nəmən olayaqçıdır. Bu, bərdədarlığı ləğv edir. Bəsrə körfəzində, ya həman ki bunlar Xəlici Fars deyirlər, orada bərdə alış-verişi var idi.
İnsanlar alırdılar, kül əvəzi satırdılar. Muhammed Şah Qacar Təbrizi o biznesi, o ticarəti neynir? Yasaqlandır. Əzizlər, biz əgər milli irfanımıza sahib dururuq, buna görə sahib dururuq ki, istəyirik deyək ki, keçmişimizə sahib olmayan gələcəyini də itirəcəkdir. Yəni bizim keçmişdə şahlarımız, imperatorlarımız irfani və hekmi və fəlsəfi və hüviyyəti və məktəbi bunlar şahlar olublar. Çün bunlar fəlsəfədən, hikmətdən dadıblar, ola bilməzdi bunlar arvatbaz olalar, ola bilməzdi bunlar müstəbid olalar, ola bilməzdi bunlar cinayətkar olalar. Çün o kitablar və o düşüncələr bunlara bu icazəni verməzdi. Ona görə biz Pəhləvi gözündən eynəyi götürməliyik, öz eynəyimizi vurub, o eynəklə biz öz tariximizə baxmalıyıq. Şubi, masoni eynəklərdən vaz keçməliyik, öz eynəklərimizi vurub, öz tariximizə özümüz istədiyimiz kimi baxmalıyıq və onun içindən milli tariximizi çıxartmalıyıq. Ta özgələr bizə, Mirzə Məlkum xan kimin adam, bizə neynəsin, tarixi yazmasın. Xub, əzizlər, bu Türk müsəlmanların milli irfanının fəlsəfəsindən qıssaca mən sizə danışdım. İstəyirəm gələm bir kələmə də demək olar qaynaqlarından danışam da sizə. Biz sizə keçmiş hissələrdə al kələməsi ilə danışdıq. Dedik ki, alın neçə mənisi var idi, qırmızı mənisində yadınızda idi da, alınla danışdıq. Dedik, qırmızı rəng var, ondan sonra hilə mənisindədir, huzur mənisindədir, al arvadı ki deyirlər, o kələmədəndir. İndi istəyirəm ki, bu ala bir ayrıca neyniyəm, anlamlar da artıram. Al kələməsi Türk düşüncəsində böyüklük, güclük anlamını da neyniyir, daşıyır. Ona görə Piral dədə ki deyirlər, Piral dədə demək olar bir addır ki, orada al, yəni uca, yəni güclü. Alı bəzi yerlərə də verdilər. Məsələn, deyirlər, alıq, yəni o yer ki, orada kutsallıq vardır. Siberi tüylərinin içində al yeşil, yəni kutsal meşəlik, müqəddəs cəngəl. Al, demək olar, orada kutsallığı da neyniydi, yetirirdi. Çoxlu kələmələr vardı ki, alıla bağlı neyniyir, düzəlir. Yenisey tüylərinin içində şamanlar amin kələməsinin əvəzinə alas işlədərdilər. Yəni, dua eləyərdilər, amin deməzdilər, alas deyərdilər. Alas həmən al-asdır. Al burada, yəni ucalıq. Yəni, mənim sözümü al, apar ucalara. Yəni elə bir dua eləyirdilər, alas. Yəni, mənim sözümü al, apar ucalara, yetircinən ki, yerinə yetirəsən. Ona görə ucalığa getməyə nə mənədir? Bu al kələməsi işarəti vardır. Sakay tüylərinin içində tan astı, həman as kələməsinə. Tan, yəni həman danda, həman günəş, ufuq. Horizon kələməsi. İlahi Qomşeyi bunu o kitablarında iştibah tərcümə eləyir. Yaxşı, fəza tərcümə eləyir horizonu. O həman tandır, həman ufuqdur. Nə mənədir? Tan astı, yəni ufuq zirvəyə çatdı. Ufuq zirvəyə çatdı. Ola bilsin ki, alasla alazın da arasında nə mənə bir ilgilər vardı. Yəni demək olar ki, alaslanmaq, alazlanmaqla da bir ilgisi vardı. Alazlanmaq nədir? Yəni o dalda da şölə, indiki işlədirik, alazlandı bir şey. Yəni alışdı dərvaqa demək olar. O alasla, alazın da, çünki şölədə, odda da bir cür kutsallıq vardı. Orada da bir cürə nə mənədir, ilgiləri vardı. O əsasda alaz, yəni pahlıq, təmizlik, müqəddəslik, böyüklük onları neynir, çatdır. Siberi tüylərinin içində onlar ava getməmişdən öncə
payızda neynidilər? Silahlarını tuturdular oda, neynidilər? Silahları qızsın, pahlansın. Bu işə neynidilər? Alas ya alyas deyirdilər. Silahı tuturdular oda, deyirdilər silahı mən alaslandırıram. Yəni istəyirəm odda neyniyəm, bunu təmizləndirəm və bunu neyniyəm? Pahlandıram. Niyə? Buna görə ki, bunu günəşə istəyirdilər bağlasınlar da. Axı günəş həm gəlirdi, pahlandırırdı, həm pislikləri, kötülükləri neyniydi? Uzaqlaşdırırdı. Ona görə silahı odda tuturdular ki, kötülüklər də, pisliklər də, çirkinliklər də bu silahdan neynəsin? Uzaqlaşsın. Bu silah bir kutsal, müqəddəs bir yolda neynənsin? İşlənsin. Xoş, biz bu alı yenə də gələn cələsələrimizdə davamlandıracağıq. Əzizlər, indi keçirik 3-cü hissəmizə. Məsnəvidən 467-ci beytidə, 1-ci dəftərdə o yerdə ki, o vəzir getmişdi nəsranilərin içinə, onların güvəncini qazanmışdı. 12 dənə indi tumar yazmışdı. 12 firqəyə onları bölürdü. Hər firqəyə istirdi bir dənə fəzilət əxlaqını mərif eləsin. Amma bu fəzilətlər bir-birlərindən üzbəüzüdülər. Nə mənə idi? Ta gələcəkdə bunlar bir-birlərinin canına düşsünlər və neynəsinlər? O öz məqsədinə çatsın. Hazırsınız da? O keçmiş hissədə bunları oxuduqda sağ tumari be nami hər yeki, nəqş hər tumar digər məsləki, hکمهای hər yeki نوعی دگر این خلاف آن ز پایان تا به سر در یکی راه ریاضت را وجوه رکن توبه کرده و شرط رجوع در یکی گفته ریاضت سود نیست اندر این ره مخلصی جز جود نیست. خب tapdınız da Siyaban, düzdür. Pəs tumarların birisində gəldi, nə dedi bunlara? Dedi ki, gedin riyazət çəkin, gedin aclıq çəkin. Axı, siz gərək tövbə eləyəsiz, tövbədən sonra gələsiz, riyazət çəkəsiz, aclıq çəkəsiz. Burada hər nə var olacaqdır. İkinci tumarda gəldi, dedi ki, riyazətin nə faydası var? Sud nist. Əndərin rəh məxləsi cüz cud nist. Riyazəti verləyəcəksiniz. Gələcəksiniz bağışlamağa. Cuda. Nə mənədir? Gəlin bağışlayın. Və bağışlamağın da ən zirvəsi budur ki, gedəsiniz, öz canınızı bağışlayasınız. Yusirunə ələ ənfusihim xəsasətən bihim. Ayə Quranıdır da. Nə mənədir? Bunlar ki özlərini sevirdilər, amma özlərini bağışlayırdılar. Yəni, ən yüksək zirvə cududa budur ki, ya bağışlamaqda budur ki, həman İsa'dır da, sən öz canını bağışlayırsan. Tarixdə, İslamda 2 dənə qəşəng örnək vardı. Mən bu İsa'ra bağışlamaq istəyirəm, misal çəkəm ki, bunları əhl-i sünnət də misal çəkir. O, Həzrət Əlinin Peyğəmbərin yerində yatmasıdır. Bilirdi ki, o gecəsi gələcəklər, Peyğəmbəri bıçaqlayacaqlar. Amma gəldi, neynədi, onun yerində yatdı və deyirlər ki, Allah Mikail ilə Cəbrailə dedi ki, gedin ona köməkli eləyin və neynəyin, qoymayın ki, o ittifaq düşsün. Peyğəmbər də neyni Əbu Bəşrən köçür gedir. Bu adam bilə-bilə ki, o gecə ölməlidir, neyni gedir, onun yerində neyniyir, yatır. Ya Uhudun macərasında, Uhud savaşında baxsaz, orada nə mənədir, deyirlər ki, bir dənə xanım, görür ki, 7-8 nəfər yaralı vardı, gəlir onlara su versin. Elə ki, ağzını açır su versin, deyir, yox, o birisinə ver, o məndən vacibdir. Ona yetişir, deyir, yox, o birisinə ver. O birisinə ver, axırıncısına neyniyir ki, suyu verəndə qeydir, baxır ki, bundan hamısı şəhid olublar və ölüblər. Yəni, baxsaz görürsünüz ki, bizim türkü İslami düşüncədə örnəklərimiz də vardı, İsa'ra və Cuda və bağışlamağa, nəyi bağışlayacaqsan? Xoş, hər halda idaməsinə gəlirik. Gəlir, deyir ki, در یکی گفته که جو و جود تو
شرک باشد از تو با معبود تو. Pəs üçüncü tumarda gəldi neynədir? Gəldi dedi, cudu da yığışdıracaqsın. Bağışlamaq nədir? Sən bağışlamaq istəyirsən, özəyə nisbət verəsən. İstəyirsən deyəsən, mən bağışlayıram. Sən elə desən, mən bağışlamışam, bu özü şirkidir. Buradan əl götürməlisən. Pəs şirk başad az to, yəni nisbət be to, yəni özünə nisbət verəsən, با معبود تو deməyəsən ki, bu cud و bəxşiş hamısı məbuddandır, məhbubdandır. Nəmə nədir? Bunun özü şirkidir. Buradan əl götürməlisən. Pəs demək olar nə deyir? Deyir, əl açıqlıqdan dava olmaz dinə. Şirkidir səndən, sənin məbudinə. Buradan əl götür. Cöz təvəkkül, pəs hara gedək bəs? İndi ki, cud oldu şirk, neynəməliyik? O birisi tumarda. Gelin təvəkkül elə. Təvəkkül. Nəmə nədir? İnnəllâhə yuhibbul mutəvəkkil. Mutəvəkkil elə. Xob. Cöz təvəkkül, cöz ki təslim tamam, در غم و راحت همه مکر است و دام. Siz əgər təslim olmayasınız tam و tamam, əgər mütəvəkkil olmayasınız, təvəkkül eləməyəsiniz, hər halda, qəm və rahat, həmi əhvalda, bunlar hamısı nə mənadır? Hoqqabazlıqdır. Pəs gedin, neynəyin? Mütəvəkkil olun, təvəkkül eləyin. Əzizlər, siz baxsaz görərsiniz, bu rəzilətlər və bu fəzilətləri ki, Mevlana salır burada Mevlana iki dənə böyük, nə mənadır? Bölmədən danışır. Bir irfan-ı Türk-İslamidən danışır. Bir irfan-ı Şubi Məcusi Hindidən danışır. Bəzi o rəzilətlər vardılar ki, bəzi fəzilətlər vardılar ki, zahiri fəzilətdir, amma rəzilətdir. Məsələn, təvəkkül. Təvəkkülün özü eləyə bilər, an-ı vahiddə bir dənə rəzilətə çönsün. Sən heç iş görmə, oturuşundan elə bir cür, deyirən ki, mənə bacadan bir şey atacaqlar. Bu, belə bizim təvəkkülümüz yoxdur. Quranda da var. Fəizə əzəmtə fətəvəkkəl. Sən bu qərara gələcəksən, təsmim tutacaqsan, mən bu işi görməliyəm, duracaqsan ayağa ki, hərəkət eləyəsən, deyəcəksən ki, Allaha təvəkkül, mən getdim. Sən heç iş görmüsən, planlaşdırmayıbsan, bərnamə töhməyibsən, iradən yoxdur bu işə. Xob, ondan da sonra deyirsən, mən təvəkkül eləmişəm. Yox. Pəs iki cürə təvəkkül oldu. Bir təvəkkül var, Türk-İslami milli düşüncədə vardır ki, orada əzmi var, iradə var, təsmin vardır, tutubsan, hərəkət eləysən, hərəkət var. Bəli, onun yanında təvəkkül də var. Biri də var, yox, deyibsən ki, mən əlimi qoyuram bura, ey cəmaat, gətin verin, mən burada müftəsini oturacam, yiyəcəm, içəcəm. Ya çox mənim də hərəkətim olsa, kəşkul alıb əlimə dilənəcəm, millət məni saxlasın. Təvəkkül edirəm də Allaha. Bu, o tərsə düşüncədir, o təsəvvufda vardır ki, Mevlana neynir, onu bizimlə açıqlayır. Xob, cöz təvəkkül, cöz ki təslim tamam, در غم و راحت همه مکر است و دام. Ayrı yoldan baş verər şərməndəlik, pəs təvəkkürdür qılovuz bəndəlik. Qılovuz həman bəndəlikdir. Yaxçı, در یکی گفته که واجب خدمت است. İndi gəldi o birisi tumara. Gəldi dedi ki, yox, da təvəkküldən əl götürün, aman da təvəkkül eləyəsin. Gəlin fəqət millətə xidmət eləmək. Qolunuzu çirmələyəcəksiniz, millətin əvəzindən başlayasınız işləməyə. Xidmət, yəni bu ki, sən məsələn belə əlində işləyirsən, mən gələn beli sənin əlindən alam, sənin əvəzindən mən işləyəm. Buna deyirlər xidmət. Yəni xidmətin mənası budur demək olar. در یکی گفته که واجب خدمت است ورنه اندیشه توکل تهمت است. Əgər siz xidmətə gəlməsəz, təvəkkül düşüncəsi bir yalan palandır. Töhmət yəni yalan palan burada. O töhmət də o mənisində. Yaxçı, pəs gedin xidmətə. Qolunuzu çimrəliyin, millətə xidmət eləmə. Vaqən də cürdür ha, siz baxsaz görürsünüz da bir xidmət nə mənədə Türk-İslami bir dənə düşüncədir. İxvanul Müslümin Misridə qüdrəti almamışdan qabaq, yəni bunlar gəldilər bir dənə əcib işlər gördülər, başladılar olmayan millətə xidmət eləməyə. Hətta kətlərə kimi getdilər, lüləkeşlik elədilər, su yetirdilər, ammul mənfə işlərdə qatıldılar. Millət gördü, bunlar olmayan xidmət eləyirlər. Gəldilər bunlar İxvanul Müslümin işə çatdılar. Yəni Mursicil gəldilər,
Misri'də qüdrətə çatdılar. Erdoğan Musriyə bir namə yazdı orada. Dedi ki, bura bax, bu hicabdır, filandır, bu hakimiyyətə gətirmə ha. Gələrsən birdən deyərsən ki, mən istəyirəm hicabı, icbarın gətirəm hakimiyyətə. Bunlar vurub orada səni dağıdacaqlar. Ən yaxşı hakimiyyət budur ki, bu düşüncələrə hamısına tərəfsiz durmalıdır. Çünki sən hakimiyyətə ədaləti yaysan, sən hər hansı düşüncəyə ağnasan, ədalətdən çıxırsan eşiyə. Ona görə bunlara tərəfsiz duruşuna. Morsi bunun sözünə baxmadı Erdoğanın. Bir dənə kudeta elədilər, General Sisi gəldilər, tutdular bunun hamısını, basdılar içəriyə, neçəsini də öldürdülər, neçəsi də Mühacirdir Türkiyənin özündə. Ya AK Partiyə siz baxsaz, ədaləti Tosədə, Türkiyədə 22 il, 23 ildir ki, iqtidardadır, xidmətin sayəsindədir. Olmayan otobanlar, olmayan furudgahlar, bimarıstanlar, danışgahlar, Behtərin xidmətdəki qoyurlar millətin ixtiyarına, yəni millətdən oy alırlar, bunlar rəy alırlar. O xidmət əsasındadır, istəyirəm deyə. Ələn siz baxsaz, görürsünüz ki, dünyanın cüz o böyüklərin otobanları ələn Kəlbəcərdə vurulur. Yəni, xidmətlə də vurulur. Pəs xidmətin özü bir dənə əxlaqı fəzilətdir ki, bu irfan içindən dərvağa çıxır. Mevlana da burada gətirir. Der yeki gofte ki vacib xidmət است. Vacib budur ki, gedəsən xidmət eləyəsən millət. Millətin əlindən yapışasın. Vərnə əndişəy təvəkkül töhmət است. Ayrısında xidməti vacib edib, tək təvəkkül etməni töhmət bilib. Təhd durarsan, gedəsən, təvəkkül eləyəsən, bu bir dənə bohtandır, bu bir dənə yalan falan bir işdir, bundan bir şey çıxmaz. Der yeki gofte ki əmr و نهی هاست بهر کردن نیست şərh əcz ماست ya ecz ماست. Bir dənəsində gəldi, dedi ki əmr و نهی هاست بهر کردن نیست. Bu bir belə ki əmr و nəhy olubdur Quranda, deyib bu işi gör, o işi görməcinə. Bunlar nədən ötürüdür? Bunlar bundan ötürü ki, sizə deyək ki, siz aciz bir insansınız. Mevlana bu beytidə Cəbriyyənin düşüncəsini burada deyir. Bir ağır firqəki var, Cəbriyyə. Şu mütəqiddə hər nə mənə Allahdandır. Cəbriyyə cəhədlə deyirlər, əgər hər nə mənə Allahdandır, pəs Quranda niyə əmr-ü nəhy eləyibdir? Əmr-ü nəhy, axı bizim ixtiyarımız ola bizi əmr-ü nəhy eləyə də. Bunlar cavab verdilər Cəbriyyə. Cəbriyyə deyir ki, bu əmr-ü nəhy bir xatır budur ki, sənin əczivi, aciz olmağı nişan vermək üçün bunlara deyirlər. Cümre Qur'an əmr-ü nəhy است و vəid əmr kərdən səngixara را که deyil. Mevlana deyir. Bir səngixaranı, görübsən bir nəfər əmr eləyə, bir dənə daşa deyə, dur gəl bura. O ixtiyar yoxdur ki, vəli insana deyir. Yaxçı, insana deyir. O əsasda Mevlana burada Cəbriyyəni demək olar nəqd eləyir, tənqid eləyir. Der یکی گفته که امر و نهی هاست بهر کردن نیست şərh əcz ماست. Əmrdən ya nəhyidən mənzur bil əczi bildirməkdir. Baş tutmaq deyil. Baş tutmaq deyil. Ta ki əcz xud binim اندر آن قدرت حق را بدانیم آن zaman. Bu beyt onun dalısıca gəldi. Biz bilirsiniz də Cəbriyyə cəhətlə təklifi saqit eləyirdilər. Cəbriyyə cəhətlə şəriəti saqit eləyirdilər. Cəbriyyə deyirlər bizdə ixtiyar yoxdur, hər nə mənə var odur da. Yəni o suçlu, ondan sonra günahlı və günahsız insan hər nə mənə orada bağlanıbdır və özünü eləyəcəkdir, aparacaq behişli cənnəmə bölüşübdür. Biz burada heç bir rolumuz yoxdur burada. Ta ki əczi xud binim əndərən qudrəti həq ra bedانیم آن zaman. Hədəf budur ki, həqqin qüdrətini bilək. Bilək ki, o güclüdür, bizləri bir dənə oyuncaq kimin dərvağa oynadır bizdə, bir ixtiyar yoxdur ki. Xob, qudrət xud bin در یکی گفته که عجز خود مبین. İndi tumarı çöndərdi. Tumarda dedi ki, məbada gedəsən acizliyə inanasan ha, sən aciz bir insan dərsən, sən qolu bağlı dərsən, sən cəbri insan dərsən, sən muxtarsan, sənin gücün var, qüdrətin vardır, sən eləyə bilərsən, dəhşiklik yaradasan. در یکی گفته عجز خود مبین کفر نعمت کردن استان عجز hin sən qüdrət verilmiş nemətin
küfranə olursan, əgər sən inanasan ki, sən aciz insansan və sən gücü neynəməlisən, qüdrəti neynəməlisən. Ona görə burada gəldi ixtiyarı çəkdi Mövlana qabağa. Həman Mu'təzəlilərin sözləri idilər ki, insan tamamilə bir dənə muxtar insandır, insana ağıl verilibdir, ağılla hər şey aparmalıdır qabağa. İnki fərda an konəm ya an konəm, xod dəlil ixtiyar əstan sənəm, Mövlana deyirdi. Bizim ixtiyarımız var da. Ki, mən iki yolda qaram, hayana gedim, o yana gedim, bu yana gedim. Yəni, mənim ixtiyarım vardı. Xob. Ona görə bir para o mühəqqiqlər ki, Mövlana bağlı risalələr yazıblar, hələ bunu anlayamayıblar ki, Mövlana cəbridir ya qədəridir, Mövlana ixtiyar axtarır ya cəbr axtarır. Yəni, burada bir dənə məcun vardı Məsnəvinin içində. Qudrət-i xod bin ki, in qudrət az oست. Qudrət to nemət udan ki hust. Hu yəni Allah da, həmin huvədir da, udur da ki, odur. Sən öz gücüyü biləcəksən, öz gücündən sonra bu gücü ondan biləcəksən. Qudrət to nemət udan və bu güc də Allahın bir nemətidir ki, ondan biləcəksən. Ayrısında eczini bilməz iyi, vergini dammaq sanıb acizliyi, varsa güc səndə payın həqdən alıb, qudrətin neməti hudan ayrılıb. Sənin qudrətin hudan, yəni Allahdan ayrılıb. Xob, gəlir indi yenədən. Geçir o birisi tumara. در یکی گفته که از این دو برگذر. Bu ecz و qudrətdən də geç. Cəbr و qədərdən geç. İxtiyar و aciz olmaqdan geç. Az این دو برگذر. Bot بود hər çə begoncət در nəzər. Bunların hamısı ki, gəlsən fikri var, sən otursan, bəhs eləysən, gecə günüz cəbr و qədərin barəsində yığışırdılar alimlər. Ağır-ağır bəhslər apardılar qabağa ki, insan cəbridir ya qədərdir, ya muxtardır, yaxçı. Bu sən deyirdi ki, zehni vəqət məşğul eləyir, ha? Sən bu bəhsidən geçməlisən eşiyə. Burada da Mövlana gəlir İsmailiyyənin nəzərini deyir. Bu da bir firqəlidir. Bunlar mütəqidlər ki, در واقع fikir və nəzər və bəhs bizi heç yerə çatdıranmaz. Biz bundan bir yerə çatmayacaq, fəqət İmam-ı Zaman gərək gələ bizi neynəsin, bir yerə çatdırsın. İsmailiyyənin belə bir düşüncəsi var idi ki, bunlar Mövlana nə mənədir, ona da neynəyir, burada işarət edir. Əzizlər, burada nəzər, yəni zeh, yəni fikir, yəni bəhs. در میان جبری و اهل قدر مثنوی نارینده در میان جبری و اهل قدر همچنان جنگ است تا حشر ey پدر. Ta qiyamətə ki, bunların arasında cəng var. Deyirsən, buradan neynəcəkdən çıx eşiyə, gəl. Xob, varsa, onu oxuduq. Bir, bu iki əndişəni gəl başdan at. İki əndişə nə oldu? Cəbri o qədər dərvağa. Başdan at. Bot qayırma onları. Gəl, qalma mat. Mat qalma. Onlardan bot düzətmə özə. Fikirdə چون که مغزی بود روش میدهدشان از دلایل پرورش. Məsnəvin biyariyindən. Sən hər şeyi ki saldın beyinə, mürəttəb onu əfgəliysən orada, oradan bir yerə deyil çıxadamayacaqsan. Bu bir kənəf olacaqdır, eyni bir dənə bir şey toxuyurlar, ha, yun kimi. Kənəf olacaq, sənin özü bürüyəcək, basacaq ora. Çox deyə fikri vermə, va, belə. Mövlana'nın sözü. Burada nə mənədir? O cür gətirir burada. در یکی گفته مکش این شمع را. Aha, Çin nəzər çon şəm amad cəmr. O birisi tumarda dedi, aman da fikri öldürəsiz, nəzəri öldürəsiz, bəhsi öldürəsiz. Fikrin, bəhsin, nəzərin şəmi hər zaman gərək yanaq ola. Hər zaman gərək yana. Axı, bu işıq salır, ola bilər məyər? Bir cəmin işığı şəmi, həman bu bəhsilərdir, həman bu fikirlərdir. Fikran başad ki, bugşayad rəy, rah an başad ki, piş ayad şəy. Fikr odur ki, nə mənədir, yol açacaqdır. Necə ola bilər sən bunu gətirib qabağını bağlayasan? Amandır bu şəmi öldürmə. Şəmi öldürmə, yəni söndürmə də demək olar. Yaxçı, şəmdir cəm içrə bu məndən demək, dirilik hərdən yiyər məndən əmək. Yiyər məndən əmək. Yəni fikirdən əmək çıxar. Nə mənədir? Fikri söndürməyin. Az nəzər çون بگذری و از خیال کشته باشی نیمه شب شمع
vəsal. Bu nəzərdən, xəyaldan keçsən, əgər bunu əldən verəsən, bu bəhsi, bu fəhsi, bunları əldən versən, visal əldən versən. Axı fikir və bəhs səni visala çatdıra bilər. Məşuqa yetişə bilərsən sən ondan. Deyir ki, əgər o işi görsən, da sən visala çatanmazsan, Mevlana deyir. در یکی گفته بکش باکی مدار. پس birində dedi ki, bəhsin, fikrin, nəzərin şəmini öldür, bekoş baki mədar, ta evəz bini nəzər ra 100,000. Burada axı birin onu öldürdün, əvəzini alacaqsan. Minlərcə sənə əvəz veriləcəkdir. Çünki bir şeyi sən əldən verdin, axı fikri verdin. Onlar soruşurdu, axı biz fikri əldən verdik. İndi sən bizə deyirsən, fikri eləməyin, bəhs eləməyin. Ağlınızı işə salmanı nə mən ələ gətirəcək? Deyir, xob, minlər sizə veriləcək. Siz bir şey isar elədiniz axı burada. Özdən nə cür məsələ bəhsi buruşdurur. Ki ز کشتن شمع can əfzun şəvəd, leyliyyət əz səbr tu məcnun şəvəd. Siz onu öldürsəz, məşuquvuza, məhbubuza çatacaqsınız. Xob. Əl nəzərdən ya xəyaldan üzməmiş, vəslə çat. Bəli. Vəsl şamın öldürməmiş. Vəsl şamını öldürməmiş, sən nədir? Vəslə çat. Gah deyir öldürmədən qıpçınma heç. Qıpçınmaq yəni utanmaq, şərb eləmək. Gah deyir öldürmədən qıpçınma heç. Yəni o şəmi, fikri və nəzəri öldürməkdən utanma, öldürcünə geçsin. Birinə 1001 alarsan, durma, keç. Bir dənə şəm öldürübsən, 1001 dənə şəm yetişəcək sənə buradan o. که ز کشتن شمع can əfzun şəvəd. Can şamı ronaq tapar öldürmədən, leyli səbrindən olar məcnun. Nə sən? Sən yox, leyli məcnunun səbrindən neyniyər? Gələr çatar məcnuna. Sən də bu fikrin, nəzərin şəmini öldürsən, məhbuba və dildara neyniyə bilərsən? Yetişə bilərsən. Xob. Əzizlər, bu bəhsi hələ neyniyəcəyik? İdamə verəcək. İcazə versəz, çünki klasımızın sonuna yetişirik. Mən bir qəzəl ilə, Şəms-i Divanından sizin zehninizi təltif eləyim. Axçı, görəsiz ki, Mevlana bu qəzəldə Şəmsə nə cür baxır? Şəmsə deyir ki, mən sənə aşiq olmuşam, nə olubdur? Nə baş veribdir? Yer göyə gəlib, gör yeyə gəlibdir, nə ittifaq düşübdür? Axı onlar da elə bu aləmdə olar da, bu aləm elə sevdalar aləmidir da, bu ittifaq düşər da. Məsələn, bir nəfər geçsin, bir ağaçdan bir şaxəni qırsın, nə olar axı? Bir dənə yoldan geçəndə bir ağacın meyvəsindən bir şey qopartsın, nə olacaq axı? Yer göyə gəlmir ki. Bu qəzəlin belə bir gözəlliyi vardır ki, istəyirəm sizə neyniyəm, bu qəzəli oxuyam. 736-cı qəzəldir. گر یکی شاخی شکستم من ز گلزاری چه شد ور ز سرمستی کشیدم زلف دلداری چه شد گر بزد ناداشت زخمی از سر مستی چه باک ور ز طراری ربودم رخت طراری چه شد ور یکی زنبیل کم شد از همه بغداد چیست ور یکی دانه برون آمد ز انباری چه شد ای فلک تا چند از این دستان و مکاری تو گر یکی دم خوش نشیند یار با یاری چه شد گوییم از سر او ناگفتنی ها گفته ای چند گویی گفته ام آری چه شد گر میان عاشق و معشوق کاری رفت تو نه معشوقی نه عاشق مر تو را باری چه شد از لب لعلش چه کم شد گر لبش لطفی نمود ور ز عیسی عافیت یابید بیماری چه شد گر برات است امشب و هر کس براتی یافتند بی خطی گر پیشم آید ماه رخساری چه شد شمس تبریزی اگر من از جنون عشق تو برشکستم عاشقان را کار و بازاری چه شد
Xub, icazə verin qəzəli bir zərrə izahlayım sizə. Mevlana deyir ki, گر یکی شاخی شکستم من ز گلزاری چه شد؟ Əgər bir bağdan mən bir şaxəni qopartdım, nə olacaqdı? Vərz sərməsti keçidəm, keflikdən bir dilbərin saçından bir zərrə yapışdım. Aha, nə olacaq? Ger bezed nadaş zəxmi az sər məsti çe baş? O keflikdən çöndü bir yara vurdu mənə, nə olacaqdı? Vərz tərrari rubudəm, rəxt tərrari çe şod? Mən bir oğrunun gələn bir paltarını oğurluyam, yəni şah dost olan. Yaxşı ki, nə olacaq məsələn, nə ittifaq düşər? Vər yeki zəmbil kəm şod az həmə Bəğdad. Bu şəhərdə Bəğdaddan, böyük şəhərdən bir zəmbil, bir sələ azaldı, nə olacaqdı? Vər yeki danə burun آمد ز انباری çe şod? Bir böyük buğda anbarından bir tək dənə azaldı, nə olacaq? Ey fələk ta çənd az این دستان و مکاری تو گر یکی دم خوش نشیند yar با yari çe şod? Bir belə bu aləmdə, bir kainatda, bir belə məxluqatın içində bir məşuq, bir yar biri ilə otdu, həmdəm oldu. Ha, nə olacaq? Nə iş olacaqdı? Ey fələk, bəli, گوییم از سر او ناگفتنی ها گفته ای چند گویی گفتم آری چه شد؟ واضح ده. گر میان عاشق و معشوق کاری رفت bir aşık o məşuqun arasında bir işləri oldu. Yəni şəmsinə mənimdir. Çünki buna Mevlana'ya nəhib vururdular. Deyirlər, bu nə işlərdir sən görübsən? Sən mənbərə çıxırdın, fitva verirdin, indi oturubsan Quniyənin bazarında bir balaca taqqıltı ilə düşürsən, oynamağa, səmağa geçsən. Elə bir də müştəhid gedib bir rəqqas olubdur. Yaxşı, buna irad tuturlar ki, sən nə iş görübsən? O deyir ki, miyan aşiq و معشوق کاری رفت تو nə məşuqi, nə aşiq. Mər to ra bari çe şod? Axı siz bundan heç birini dadmayıbsınız ki, siz biləsiniz ki, nə vardı? Xob, Şəms Təbrizi, əgər mən az cünun eşq to, ey Təbrizli Şəms, mən sənin eşqinin divanəliyindən, əgər bu aşiqlərin nə mənə bazarları vardı, bundan vırdım, sındırdım, nə oldu? İndi biz bir belə bu cələsədə çox danışdıq, nə oldu? Sağ olasın. Əzizlər, sualınız var, ya bir nəzəriniz var, bir şey deməlisiniz, artırmalısınız, buyura bilərsiniz. Geçen o izdivacı madəni almaklar Hazreti Peygamber o zuhur edilen zamanlarda Araplar